Salam, hər vaxtınız xeyir olsun, hörmətli televiziya tamaşaçıları. Biz yenidən sizlərlə bu sabahda görüşürük və səhər süfrəsindəyik. Və adəti üzrə biz sizə yaradıcı insanları təqdim edirik. Çünki hər bir millətin, hər bir insanın, şəxsin yaradıcı insanlara, sahib seçilənlərə ehtiyacımız var. Əsasında gənc nəsil nümayəndələrinin yaradıcı insanın etdiyi fikirlərə, nəsihətlərə çox böyük ehtiyacımız var. Və bugün həmin şəxslərdən birini sizə təqdim edəcəm və biz Arazlının evindəyik. Bizim gözəl şairimiz Şakir Qulamoğlu'nun evində biz qonağıq. Xoş gördük sizə. Xoş gəlmiş, sağ olun. Və bizim missiyamızın ən önəmli məqamı sizi və ailə üzvlərinizi, tamaşaçılarımıza, özümüzün kanalını sevənlərə daha yaxından tanış etməkdir. Və biz bu söhbətimiz əsnasında Şakir Qulamoğlu'nun yaradıcılığını da daha yaxından tanıyacaq və onun bir şair olaraq iş dünyasına nəzər yetirəcək. Amma ilk öncə istərdik ki, siz özünüz haqqında bizə və tamaşaçılarımıza məlumat verərsiniz. Mən bu kənddə anadan olmuşam, Mollova kəndində anadan olmuşam. Burada orta məktəbi qurtarmışam. Və sonra Bakıya oxumağa getmişəm, Bakıda dillərin üstünü qurtarmışam. Sonra biraz Lerik rayonunda işləmişəm. Lerik rayonundan sonra hərbi xidmətə getmişəm və hərbi xidmətdən sonra da ki, bizim o vaxtki SSR-nin paytaxtı Moskva şəhərinə getmişəm yaşamağa. Və orada Tibb Akademiyasına ingilis dil müəllimi işləmişəm 12 il ərzində, sonra da bir balaca səhhətimə görə oradan getməli olmuşam. Mən sizin bir qardaşınızı da artıq biz tanışıq. Biz çəkiş olmuşdan öncə bizim xatirələr bizi biraz neçə il əvvələ apardı. Bizim Əfqan qardaşımız bizə tibbi cəhətdən sağlamamızın keşiyində duran bir şəxsdir. Sağ olun ki, bu missiyanı siz üzərində yönetirsiniz. Bax, bu ailə bütünlüklə vətənimizə, cəmiyyətimizə xidmət edən şəxslərdir. Məsələn, Şakir müəllim özü cəmiyyətimizə düzgün yol göstərən, şairliyin bir missiyası da cəmiyyətimizdə olan geriliyi aradan qaldıraraq inkişafa doğru bir addım atılması yönündə çalışanlara deyirlər. Bax, bunlar yaradıcı insanlar əsas missiyalar, əsas yönlərindən biri də budur və tibbi cəhətdən də sağlamlıq əsas rol oynayır. Və istərdim, mənim sözünüz daha ətraflı, mən qismən olsa məlumat verdim, özünüz daha ətraflı məlumat verərsiniz. Mənim böyük qardaşımdır, Xanağa. Çox gözəl səsi var. Bizim ətraf rayonlarda müğənni olub. Və onu oxumağını hər toyda baxanda bir balaca qısqanclıq keçirmişəm ki, həmişə də ata-anama demişəm, nə oldu, hamısının talantı var, mənim yoxumdur. Həqiqi də onda olan talantı mən həmişə qibtə eləmişəm. Doktor Əfqanı tanıyırsınız. Bizdə olan adamlar hər biri öz sənətini gözəl bilən. Doktor Əfqan da sənətini çox gözəl bilir və hər yerdə, hər dəfə onun yanında, onun dostlarından söhbət edəndə görürəm, onun dostlarının ona qarşı məhəbbətin və o dostların ondan bizə keçən məhəbbətin mən həmişə hiss edirəm. Ki, necə onu sevirlər, ona görə də bizə hörmətlə yazırlar. Bu, məndən biraz kiçik qardaşımdır, Şölətdir. O, məndən Moskvada yaşayır və onun ən böyük, odur ki, mənim ən böyük tənqidçim odur. Şeirlərimin ayrı-iri yerlərini o mənə göstərir. O da bizim Doktor Əfqanın oğludur. O olmasaydı, yəqin ki, mənə bu kənddə hələ tanıyan olmaz, hələ daşa basan olardı. Mənim şeirlərimi, mənim xəbərim olmadan o oğurlayıb, götürüb, gedib dostları üçün oxuyub. Mən bunu sonradan bilmişəm. Fərdi, özün necə? Sənin özündə marağın varmı? Bu şeiriyyətə? Bəli, marağınız var. Bu əminizin şeirlərini yəqin artıq ikinci, biz bu kitab barədə danışacaq, artıq yəqin dəstəklərsiniz ikinci kitabının işimiz gəlməyində. Borcumuzdur. Lap gözəl. Və biz tamaşaçılarımızın diqqətinə çatdırmaq istəyirəm ki, Şakir müəllimimiz həmçinin Yazıçılar Birliyinin üzvüdür. Bax, bu sənədi də sizə təqdim edim. Azərbaycan Yazıçılar Birliyinin üzvlük vəsiqəsi. Bu, bizim üçün də xoş oldu ki, bax, belə görkəmli şairlə oturub söhbət etmək. 2003-cü ilin 23 mart tarixli tarixdə, deməli, bu üzvlük vəsiqəsi təqdim olunub, artıq 7 ildir. Azərbaycan Yazıçılar Birliyinin üzvüsünüz. Və keçək indi sırf şair olmaq baxımından. Bax,
o şairlik hər dəfə belə bir söz olur ki, necə oldu bu sənəti seçdiniz və necə oldu bu sarınız? Mən sizə burada demirəm. Bundan sizə sualın başqa cür olacaq ki, niyə bəs şairi oldunuz və şairin olmaq üçün bəzən belə bir ifadə də işlədirlər ki, bədahətən kimdə o istedad varsa ona şair deyirlər. Siz bu fikirləri qəbul edirsinizmi? Ola bilsin. Məsələn, bizim böyük şairimiz Əliağa Vahid hərdən bədahətən gözəl şeirlər deyirmiş. Amma bilirsiniz, yenə də mənim öz fikrimə qalsa, bədahətən deyilən fikir ola bilər. Bədahətən şeir biraz zəif olur. Bədahətən şeir biraz zəif olur. Şeir odur ki, adamın içərisini incidir. Adamın içərisi incidir, adamı boğur və o hökmən istəyir sənin içərindən çıxsın. Və müəyyən müddət ərzində istəyirsən ki, fikirləsən, bəlkə mənim bir balaca ürəyim ağrır, görürsən, yox. Bu sənin hökmən ürəyindən, içərindən çıxmaq istəyir. Alovlanır. Onda elə ki, fikrini hər hansı bir kağıza yazırsan, kağıza yazdığınızda sakitləşirsən, ürək sakitləşir. Və tamaşaçılarımıza sizin ilk kitabınızı işinizi verən, ilk kitabınız nə vaxt çıxıb bu kitab? 2001-ci ildə. Və bu kitabı sizə təqdim edib Şakir Qulamoğlu. Qulamoğlu sizin təxəllüsüz götürmüşsünüz. Bəli, atamın adı. Götürmüşsünüz. Atamın adı. Atanızın adı, lap gözəl. Və bunun üzərində olan bu ifadəni oxuyum, sonra bunun mənasını bizə deyərsiniz. Hardasan ay mənim, anamın səsi, çıx bizim eyvana, bil məni səslə. Bax, bu, sırf bu yazılması məqsədi nədir? Maddi bu kitabımızın nəşr olunub. Bizim orada evimiz o tərəfdədir, ata ocağı. Biraz qabaqdadır. Ata ocağından üzbəyiz bir tapa var, indi qəbristanlığa çevirilər. O tapada, siz burada görürsünüz ki, tapada uşaqlar olur. Təpədə, burada obur sözündə uşaqlar olur. Biz o vaxtı kinolara baxardı, Tarzan kinosuna, Üç Müşketor kinosuna, Mehdi Hüseynzadə kinosuna baxırdı və həmin kinoya gəlib orada oynayardı. O qədər oynayardı ki, hava qaralardı, xəbərimiz olmadı. Bizim eyvan görünürdü, anam oradan qışqırdı, ay bala, daha hava qaraldı, gəl evə. Mən də Moskvada yaşayanda birdən-birə bu kitabın adı gəldi ki, şeirimdə də belə bir şey idi. Hardasan, ay mənim anamın səsi. Çıx bizim eyvana, bir məni səslə. Yəni, mən burada uca darıxıram. Sən məni səslə. Necə ki, məni təpədə səsləyirdin, evə çağırırdın. Məni çağır evə, mən gəlim. Bu kitabın əsl mənası, bu başlığın əsl məzmunu oradan götürür. Çok güzel. Sən sizdən bir şeir istirdik. Yəni, şeir səsləndi. Bax, elə ilk şeir bu kitabda yer alan Son Qatar şeirini biz çəkiş 10-13-cü zaman buna nəzər yetirmişdim və bundan bir neçə misra deyə bilərsiniz? Bəli, bu gecə uzun, ay da dolu, ha gözləsəm də batmayır. Ağrım şıltaq uşaq kimi heç bir layləyə yatmayır. Yaramın köhnə qaysağı təzəsinə deyir ağı, sızıldayıb ağlamağı ürəyim nədən atmayır. Boylanır ömrümün sonu, azdıra bilmirəm onu. Son qatarın son vaqonu, əlim ona da çatmayır. Şakir müəllim, şeirlərinizə nəzər yetirəndə mən görürəm ki, elə, obaya, kəndə, vətənpərvərliyə daha çox sizdə maraq var. Və bu istiqamətdə daha çox şeirlər yazmışsınız. Və o elə obaya aid şeirlərinizdən birini də sizdən istərdim, amma fərqi yoxdur, kitabın hansı yerində olur olsun. Bu təbiidir. Uzaq yerdə yaşayan adam nə cür olsa da onda yaşadığı, anadan olduğu yerə qarşı nostalgiya var. Nə qədər eləyirsə, gecə darıxırsan, səhər darıxırsan, yuxudan duranda darıxırsan. Buna görə mənim şeirlərimin əsas hissəsi nostalgiyadır. Ana qarşı, ana qardaşlarıma, bacılarıma qarşı, ata-anama qarşı olan məhəbbət ki, uzaqdan məni var, yazıram. Bu arada bir deyin də bizə. İzə versiniz, bir şeirim var, vətənə qayıdan yolları çəkir. Buyur. Mənim bu kitabımda yoxdur, növbəti kitabımda olacaq həmin şeir. Yazın çiçəyində, yayın barında, payızın çiskini, qışın qarında, həyat öz yolunda, öz axarında, aylar arxasıca illəri çəkir, niskilim, həsrətim divarlarımda, vətənə qayıdan yolları çəkir.
Qürbətdə xoşbəxtlik bir xam xəyalım, tamam əfsanəmiş, tamam xəyalım, dağda lalə çəkən rəssam xəyalım, indisə qurumuş kolları çəkir, o qurumuş kollar divarlarımda vətənə qayıdan yolları çəkir. Mən bu karnavalda tək tənha yalqız, yenə nəğmə deyir sarı saçlı qız. Bu həyat mənim üçün son yarpaq, payız, o qız üçün ətirli gülləri çəkir. Saralmış son yarpaq divarlarımda vətənə qayıdan yolları çəkir. Haydi xəyal atım, hökmü hər anın, olmuşam əsiri, axar zamanın, gözləri yollarda qoca anamın, arxamca uzanan qolları çəkir, titrək barmaqları divarlarımda vətənə qayıdan yolları çəkir. Təşəkkür edirəm. Çox gözəl şeirlərə görə, çox maraqlı şeirlərinizi. Bəstədim, Əfqan müəllim, bax, neçə 6 qardaşsınız. Bu qardaşımın biri də sırf ədəbiyyata şairlik meyli göstərən məhz Şakir müəllimdir. Bax, ona şeiriyyətdə dəstək olursunuzmu? Ümumilikdə. Əlbəttə, biz Şakir müəllimin ilk oğuzlarından olub. Bir şey deyim ki, Şakir müəllimin Lənkəranda mən işləyən vaxtı şeirlərini bir neçə nəfərlərlə Şakirin şeirlərini sevənlərə vermişəm, ədəbiyyat şünanslara, ədəbiyyat müəllimi var olan içində. Onlar maraqlanırlar, mən çox gördüm, maraqla oxunur. Axıcıdır Şakir müəllimin şeirləri. Bəzi şeirlər var, onu oxuyanda elə bilirsən ki, Heydər Babaya salam şeirini oxuyursan. Budur. Bu dağın zirvəsi daima qışdır. Bu elin hər sözü mənə tanışdır. Ay elin, ay çölün laləsi məni danışdır. Məndən oxunmamış bir nəğmə istə. Orada bir xatirəm düşüb qalıbdır. Öncə oxuduğum xoş nəğmələr. Ay maşallah, görürəm ki, hamınız sizə görürsünüz, bütün qardaşlarınız. Və görürsünüz, bu dəstəyi hissi artıq bildi və tamaşaçılarım gördü ki, qardaş-qardaş hərəkətindən dəstəkdir. Daimi düşünən beyniniz var olsun deyirəm, axsaslarınız belə həmişə cəmiyyət üçün yetərli olsun və əsasən də gənc nəsillər üçün bir örnək olsun. Təşəkkürümüzü bildiririk. Bax, belə hörmətli tamaşaçılarımız sizə çox gözəl şairimizi təqdim etdi. Və sadəcə ki, bizə baxan insanların və şeiriyyətə maraq göstərən insanların birinin yanında da bir şair ələ bulundu. Bu da bizim Şakir Qulumoğlu idi. Bizə baxdığınız üçün minnətdaram və sağ olun.